Dəyərli izləyicilər, binaçılıqda Real Marşın yanında qapısına kimi asfalt, 3 sot yarımda, 2 mərtəbəli, çox gözəl dizayn olunmuş, keyfiyyətli paket qıpça evin təqdimatına gəlmişik. Evimizin həyətyan sahəsi ilə tanış olaq. Avtomatik şahüs qapısından əlavə giriş qapısına tutmuş, çölündə söhbətgahı, evin xarici görünüşü çox gözəl, ideal evdir. Ara kəsmə beton monolitdir. Evin arxasında çöl üçün sanitar qovşağı da var. Və sağ tərəfində gördüyünüz kimi gözəl söhbətgah hissəsi, manqalnisi, qaz peçinə kimi, əl yumağı yerinə kimi hamısı nəzərdə tutulur. Evin ara məsafələri var. Dörd bir tərəfindən də geniş məsafəsi var. Evimizin şirin suyu da var, qeyd edeyim. Görürsünüz, absovka işləmələr çox gözəl, ideal bir evdir. Daxil olaq evimizə. Yenə də qeyd edirəm, dəyərli izləyicilər, evimiz paket qıpçalıdır. İstəyən olsa, ipoteka yolu ilə də ala bilər. Evimiz koridor sistemli evdir. Birinci mərtəbə ümumi işdə isti poldan ibarətdir. Gördüyünüz kimi çox gözəl pilləkan yığılıb. Sağda belə paxlava güzgü yığılıb burada. Və başlayaq. Burada geniş, gözəl zal var. Zal çox genişdir həqiqətən də. Bir baxın, TV stentinə qədər quraşdırıb. Maşallah olsun, TV stenti çox gözəl yığılıb. Zalımız çox genişdir. Evimizdə kətana boylardan istifadə olunub. Evin daxilində 3 dənə hamam tualet var. Bura birincisidir. Dartma tavandan tutmuş, yəni duş kabinası kimi hər bir şeyi var. Və aşağıda bir belə mətbəx hissəsidir. Mətbəxi də genişdir. Mətbəx bir yerdə quraşdırıb, özü də 3 mərtəbəlidir. Çox gözəl zövqlə yığılıb. Məsələn ki, yəni 5 gözlü qaz peçinə kimi qoyulub. Cizli aspiratoruna qədər. Və yuxarıya keçid eləyək. Pilləkanlar çox gözəl yığılıb. Pilləkan arasında şəbəkə pəncərə yığılıb. Yuxarıda koridor sistemidir. Balkona çıxış da var. Balkona çıxış göstərəcəm. Burada sol tərəfdə belə hamam tualeti. Gördüyünüz kimi. Və burada bir yataq otağı, radiatorlar kimi qoyulub. Dəyərli izləyicilər, görürsünüz, yəni ara kəsməyə qədər qoşa daşdır. Ara kəsmə də beton monolitdir, bir neçə arası. Burada ikinci yataq otağıdır. Və son olaraq üçüncü yataq otağı. Bu yataq otağının daxilində əlavə hamam tualeti var. Və burada evin daxilindəki üçüncü hamam tualeti. Son olaraq balkon hissəsini də göstərim sizlər üçün. Evimiz yaşayışa tam hazırdır. Evimizin ilkin start qiyməti 240.000 manata, dəyərli izləyicilər. 240.000 manat. Real alıcıya endirim olunur inşallah. Qapısına kimi də asfaltdır. Kim istəsə ipoteka ilə də ala bilər. Buyurun, təşəkkürlər.